Salam dostlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bugün qardaşımın qızı bizim qonağımızdır. Xoş gəlmisən Məryəm. Və biz də bu fürsəti dəyərləndirib dedik bir oyun oynayaq sizlər üçün. Hazırsınızsa başlayırıq. Hazırım. Hazır. Amma hansı oyunu başlayırıq? Kartlarınızı göstərin. Hə, yox oyunu oynayacağıq. Sizə suallar verəcəm. Əgər bu suallara ikiniz də eyni anda hə və yaxud da yox cavabı versəniz, növbəti suala keçəcəm. Yox, əgər biriniz hə, biriniz yox cavabı versəniz, 1000 cəzalar olacaq. Razısınız? Razıyım. Nə cəzası? Oynayınca görəcəksin Elçinim. Başlayaq mı? Bəli. Qeyd eləmək istəyirəm ki, mən sizə sual verdiyim zaman bir-birinizə arxaya çönüb baxmırsınız. Yaxşı. Sizin üçün maraqlı bir şey var. Onu ən yaxın dostunuzla bölüşmək istəyirsiniz. Onu sevməyi istəyirsiniz, hə, yoxsa yox? Hə. Dinləndimə. Afərin. Növbəti suala keçirəm. Bacı və ya qardaşla oyuncağı paylaşmaq çətindir, yoxsa asandır, yoxsa birlikdə oynamaq daha yaxşıdır? Siz oyuncaqlarını paylaşarsınız, yoxsa yox? Afərin. Nəcəb, hələ ki cəza alanımız yoxdur. Bu yaxşıdır əslində. Sizin üçün əziz olan birini sevindirmək sizin üçün xoşdur, yoxsa yox? Hə, yoxsa yox? Mənə elə gəlir ki, Elçin biraz cıhalçılıq elədin. Ona görə sənə cəza verirəm, aşkım. Yox, biraz gecikdin aşkım, baxdın elədin. Deməli, sənə cəza verirəm. 5 saniyə ərzində gülməli səslə danış. Bax, getdi. Buyur, baxa bilərsən. 5 saniyə ərzində gülməli səslə danış. Hadi danış. 1, 2, ay, gülməli səslə danış. Nəsə hansısa bir söz deyir bizə gülməli səslə. Aşkım. Biz cəza deyil. Əslində bir dənə səs çıxart da, hansısa bir heyvanın səsini çıxart, meymunun səsini çıxart. 1, 2, 3, 4, 5. Tamam. Sizcə belə yaxşıdır bu cəza? Dostlar, nə deyirsiniz? Tamam, yerimizi alalım. Yeni sual verirəm. Təsdən. Evin içində nəsə səliqəsiz olanda onu biraz düzəltmək istəyirsən, yoxsa yox? Afərin sizə. Növbəti sual gəlir. Dostun bir şeyi öyrənməkdə çətinlik çəkəndə ona kömək etməyi sevirsən, yoxsa yox? Anne. Kadrlarımıza mane olan var, bir dəqiqə. Sual gəlir. Hazırsınız? Bəli. Səni qıran biri, incidən biri yenə də mehriban olmaq istəsə, bu mümkündür, yoxsa yox? Elçin, baxırsan, deyəm mi? Hə. Saymıram bunu. Bu sual başqa sual verirəm. İkinci cəzan gəlir Elçin. Çünki baxırsan, baxma aşkım. Gözlərini yum aşkım. 7-yə qədər say və komik pozada dayan. Dur ayağa. Ayağa dur. Gözlərini bağla. Komik şəkildə dur. 7-yə qədər say. Dişlərinə baxın, dişlərinə. Şirin şeylər çox yeməyin, balaca dostlarımız. Maykanı hara qaldırsan aşkım? Növbəti sualı hazırsınızsa başlayaq. Hazırsınız? Hazır. Dostlarla dava eləmişsiniz, küsülüsünüz. Sakitcə danışıb həll etməyə çalışırsınız, yoxsa yox? Aferin. Növbəti suala keçirəm. Heç kim görməyəndə yaxşı davranmaq vacib hesab edirsiniz, yoxsa elə pis davranmaq yaxşıdır? Açıqlama vermək istəyən var? Bu səbiyyədir. Nəsə açıqlama sual barəsində. Enis, bir dəqiqə sakit ol aşkım. Açıqlama vermək istəyirsiniz sual haqqında. Yəni, heç kim görməyəndə yaxşı davranmaq vacibdir, yoxsa yox? Heç kəs sizi görmür. Təhlükədəsiniz. Amma yaxşı davranmaq lazımdır, yoxsa pis davranmaq lazımdır sizcə? Davranmaq lazımdır. Yox, ona görə amma yoxdur. Yaxşı davranmaq olar, amma pis davranmaq yox. Ona görə. Sən niyə hə dedin aşkım? Çünki mən problem ki, Yanlışlıqla qaldım. Sən onda ikinciyə də cəza verirəm. Yoxsa çox gülməli şeylər olur. Məryəm özü istəyir cəzanı, amma cəzanı haqq etməyib bu dəfə, onu demək istəyirəm. Tamam. Burnunu tut, mahnı oxu. Bir misra. Düdü yox, düzəməli mahnı. Düdü sayılmır. Sözlərlə. Gəl ortaya. Bak.
Məncə çox düşündün. Biraz sevmezsin, elemek mi olabilir? Nə istəyirsən oxu. Burnunu tut oxu bir misra. Hə, de oturun yerinizə, növbəti sualımız gəlir. Hazırsınız? Hazırsınız? Belə bir sual vermək istəyirəm. Çox bəsit bir sualdır. ESNM kanalını izləyirsiniz yoxsa yox? De, buyur. Ben izleyeceğim, ona göre karar. Ben çok sevdim. Arkadaşlar benim babaannem var, onun için ben de severim, ben de severim. Çok komik şeyler var, oradan tavsiye veriyorum. Çok güzeldi. Eğer katma ablamlar, düşünme, unutma, her şey bitmiyor. Davam edirik suallarımıza. Yalan danışmaqdansa səhv etiraf etməyin daha doğru olduğunu düşünürsən, yoxsa yox? Açıqlama vermək istəyirsən nə üçün? Çünkü Sualı bir də oxuyuram sənin üçün, Elçin. Yalan danışmaqdansa səhv etiraf etmək daha doğrudur, yoxsa yox? Yalan danışmaq yaxşıdır, yoxsa səhv elədiyin hərəkəti etiraf etmək yaxşıdır? yan danışma. Yaxşıdır. Balaca dostlarımız, yalan danışmayın. Nə olur olsun, ananıza, atanıza mütləq elədiyiniz səhvi bildirin. Çünki ananız, atanız heç vaxt sizin pisliyinizi istəməz. Ümid edirəm ki, cəzalandırmaz. Her kaldırmıştım. Hə, tamam. Hər qaldırmışdın. İndi bir izləyib baxacağam. Yok istemek istedim. O zaman cəza verelim sənə. Hə, tamam, hazırsan. Bir heyvan seç, 10 saniyə ərzində o heyvanın səsindən danış. Yemek. Buyur, danış. 4. Oyna demədim, danış dedim, danış. Ne? Danışırsan, oynamırsan, mahnı oxumursan, sadəcə o heyvanın dilindən danışırsan. Oxşadı arkadaşlar, bənzədi sizcə? Əyləşin, əyləşin, növbəti suala keçək uşaqlar. Bir dənə də inəyimiz gəldi. Uşaqlar, bir dənə də inəyimiz gəldi. Baxın. Enes kadrdan çıx, gəl ana yanına. Hə, davam eləyək dostlar. Enes də qoy mövzunu dayandırsın. Elçin, otur yerine aşkım. Şükür Allah'a. Səssizlik yarandı və davam edirik. Sonuncu sualı verirəm, diqqətiniz məndə olsun. Yolda tanımadığınız biri yıxılıbdır, köməyə ehtiyacı var. Enes, icazə ver. Köməyə ehtiyacı var. Sizcə ona... Enes! Sizcə ona kömək etmək lazımdır, yoxsa yox? Aferin sizə. Və bu sonuncu sualımız idi dostlar. Ümid edirəm ki, oyunumuzu bəyəndiniz. Sizlərdən kiçik bir xahişim var. Kanalımıza abunə olmağı, videonu bəyənməyi və şərh bölməsində şərh yazmağı unutmayın. Və yazın, qeyd edin ki, biz... Enes'in səsidir bu arada. Yazın görək, hansı videolar istəyirsiniz deyin, siz yazın, biz çəkək. Sağ olun, salamat qalın. Hələlik.